Zop, Kəndçi və Tale. Təmsil. Kəndçi sahəsini şumlayırdı və torpaqdan xəzinə tapdı. Kəndçi hər gün torpağı çələnglərlə bəzəyirdi. Düşünürdü ki, onu himayə edən torpaqdır. Tale gəlib ona dedi: "Mənim dostum, sənə hədiyyəmə görə niyə torpağa təşəkkür edirsən? Axı xəzinəni mən sənə göndərdim ki, varlanasan. Əgər bir hadisə baş versə, kasıblasan, müflis olsan, sən məni, taleyini yenə söyəcəksən." Bu təmsildə göstərilir ki, hamı öz himayədarlarını tanımalıdır və onlara təşəkkür etməlidir.